İlk cümleler məchul növlə bağlıdır. To be üstə gələr peki. Tapşırıqlar yerinə yetirilir. İndiki davam et zamanda. Tasks are being done. Kitabların pulu dünən ödəndi. Payment for the books were paid yesterday. Hər gün yeni sözlər öyrənilir. New words are learned every day. Yeni layihələr həyata keçirilir. New projects projects are implemented. Onun hərəkətləri bəyənilir. His behavior is bəyənmək. Nə idi bəyənmək uşaqlar? Yadımdan çıxdı. Approved. Yadıma düşdü. Yeni mənbələr aşkar edilir. New sources are discovered. Kasıblar öz ölkələrinə göndərilir. The poor are sent to their country. Fincana süt tökülür. Milk is poured. Tökülür davam et zamanda. Milk is being poured into milk. Nəfəs almaq. Take a breath. Balıqlar havada nəfəs ala bilmir. Fish cannot breathe in air. Bəzən uşaqlar heyvanlardan qorxur. Sometimes children are afraid of animals. Bəzi heyvanlar uşaqlar üçün təhlükəli deyil. Some animals are not dangerous for children. Hətta çox vaxt heyvanlar insanları təhlükədən qoruyur. Even most time, animals protect human from danger. Bəzi heyvanlar ət yemək üçün heyvanları öldürür. Some animals kill other animals to eat their meat. Ayının ən sevdiyi qidalardan biri baldır. One of the favorite products of beer is honey. Ad günündə uşaqlar dostlarla vaxt keçirmək istəyir. Children want to spend their time with their friend. Və yaxud da children want to hang out with their friend in their birthday. Mən hisslərimi göstərə bilmirəm. I can't show my feelings. Xarici dil öyrənmək üçün çoxlu hekayə oxumaq lazımdır. To learn foreign language, it's necessary to learn many stories. Bu biraz çətin cümlə oldu, sadə cümlə deyək. Xarici dil öyrənmək üçün çoxlu hekayələr oxumaq lazımdır. To learn foreign language, it needs to learn many stories. Fatma müəllim bizə çoxlu maraqlı hekayələr verir. Fatma teacher gives us so many interesting stories. Əvvəllər yeni sözlər öyrənmək çətin idi, amma indi yox. Before, learning new words were difficult, but now not. Quşların dimdikləri onların qidalarını rahat götürməyinə kömək edir. Birds speak to help them to take their feed easily. İnsanlar səslər ilə bir-birlərinə söz deyir. People say words to one another with voice. Uşaqlar bayramlarda çoxlu hədiyyələr alırlar. Children get many presents on holiday. Uşaqlar axşamlar qorxanda yata bilmirlər. Children can't sleep at night when they are afraid. When children are afraid at night, they can't sleep.
Uşaqlar testləri həll etmək həm yorucudur, həm də darıxdırıcıdır. Doing tests both tiring and boring. Əvvəllər insanlar telefondan danışmaq üçün istifadə edirdilər. Before, people used to phone to speak, but today they use phone for playing or spending their time. Cümləni biraz genişləndirək.